Uğur hekayəsi seriyasını davam edirik və bu dəfə maliyyə dünyasının əfsanəsi Peter Lynch'dən danışacağıq. Peter Lynch 1977-ci, 1990-cı illərdə Fidelity Magellan fondunu idarə edib. Bu müddət fondun dəyəri 18 dəfə artıb, orta illik gəlirlik 29%. Bu göstərici hələ də rekord sayılır. Lynch'in əsas fəlsəfəsi çox sadə idi. Başa düşdüyünü yatırım et. Günlük istifadə etdiyin məhsullar arxasındakı şirkətlər araşdır. Wall Streetdə deyil, real həyatda fürsətləri axtar. O deyirdi, əgər bir ev xanımı marketdə hər hansı bir məhsulu seçirsə, bəlkə də bu şirkətə sərmayə qoymaq vaxtıdır. Yəni, adi insanın müşahidələri bəzən peşəkar analitiklərdən daha faydalı ola bilər. Peter Lynch həmçinin portfelində çoxsaylı səhmlər saxlamağı tanınırdı. O, bir-iki ideyaya bağlanmır, geniş çeşiddə sektorları araşdırırdı. Onun kitabı One Up Wall Street bütün yeni başlayan investorlar üçün məcburi oxunur hesab olunur. Peter Lynch'in hekayəsi bizə göstərir ki, sadə düşüncə və real müşahidə qabiliyyəti sizi Wall Street'dən də güclüləri ilə bir sıraya çıxara bilər. Bu seriyanı bəyənirsinizsə, şərhlərdə bildirin, növbəti kimi görmək istəyirsiniz.